Mən bir də sual belədir ki, biz məsələn təkfir məsələlərindən çəkinirəndə, nəsə deyəndə ki, təkfir olmaz, belə. Görürsən ki, bizə cavab verirlər ki, məsələn deyirlər ki, bunlar yaltaqdır, bunlar qorxurlar, nə bilim mən, belə yəni sözlər atırlar bizə. Yəni, subhanallah, yəni bunu deyən adam cahil adamdır. Həqiqətən, cahil adamdır. Yəni, qorxan adam heç vaxt dəvətdə önə atılmaz. Yəni, zaten dəvət etmək nədir? Onun özü də bir çətin bir əməldir. Düzdürmü, qardaş? Yəni, sən 100 cür təhlükə ilə üzləşə bilərsən. Qorxandırsa, əvvəldən ümumiyyətlə dəvətlə məşğul olmaz. Bu bir. İkinci, nədən qorxur, nədən yaltalar, nədən çəkinir ki? Qardaş, namazın tərkindən danışırsansa hökmü haqqında, qardaş, iki rəyi var da, məsələ bəllidir. Düzdürmü? Təkfir edən və etməyənlər. Namazın tərkinə görə böyük küfür deyənlər və namazın tərkinə kiçik küfür sayanlar. Bu iki rəyi var yoxsa yoxdur? Var. Deyək ki, bizim ölkədə elm tələbələri, dəvətçilər, cumhurun da rəyi üzərində olan əksər alimlərin rəyi də budur. Namazın tərkini böyük küfürdən saymırlarsa, bu nəyə qorxaqlıqdır ki? Zaten bu rəy var da. Onda sən deməsən, bütün cumhur alimləri öz zamanında xəlifələrindən qorxurublar, bu rəy üzərində olublar. Eyni şey çıxır da. Və yaxud da cəhalətin üzürlü olması. Baxmayaraq ki, üzürlü olmayan deyənlər də var. Lakin deyir ki, bu şaz rəyidir, bu çox zəif rəyidir. Ta qədimdən əksər alimlər onun üzərində olublar ki, tövhid məsələsində fərqi yoxdur. Bu istəyir ad və sifətləri olsun, istəyir uluhiyyət tövhidi olsun. Bunun özünü ayırmağa bir xüsusi bir dəlil lazımdır. Yoxdur belə bir şey. Cəhalətin üzürlü olmasında deyirik, qardaş, yəni şirk, küfür məsələlərini, cahillikdən bunu edənlər haqqında alimlərin sözləri var ki, üzürlüdür. Ta ki, ona hüccət çatana qədər, düzdürmü? Şərtlər yerinə yetirib, aradan qalxana qədər, sən ona kafir deyə bilməzsən. Adam bilmir, cahildir. Bunu dindən bilib, İslam dinindən bilib edir. Bu nəsranilikdən, yahudilikdən bilib etmir ki, düzdürmü? Cahiliyinə, elmsizliyindən bu sözü eləyir, bu sözü deyir və ya küfür kəlməsi, şirk kəlməsi və ya belə nəsə bir küfür, şirk əməl törədir. İslam dinindən bilib edir. Cahilliyindən, elmsizliyindən, haqqı çatmadığına görə. Dedik ki, bu rəy deyən alimlər var, olduqca çoxdur, düzdürmü? Bu nəyə qorxaqlıq oldu ki? Sən nədən qorxuruq ki, nədən çəkinirik ki? Kimsə bizi qorxudanda, bizə təsir edəndə sən məgər yanımızda olmuşsan ki, sən bunu söyləyirsən. Bir dəfə biri ilə gedirəm, məsələn, yolda gördüm, tanış adam idi, qonşum idi, qoy mindirim, görüm harasa gedir, aparım da. Başı da Allahdan qorxun, indi mənə etiraz edir ki, Allahdan qorxun, siz haqqı demirsiniz, filan kəs bunlar, bu nədir, bunlara müsəlman demək olar, belə elə. Deyirəm, qardaşım, nədən qorxur ki, mən qorxanda, məni qorxudanda sən mən yanımdaydın, hardan bilsən ki, mən qorxuram? Kim məni qorxudub ki? Sən hardan çıxartdın bunu? Sizi qorxudurlar, sizi belə deyirlər, təzyiq edirlər, siz qorxursunuz, haqqı demirsiniz, yanımdaydın, mən qorxudanda. Deyirəm, qardaş, namazın tərkində iki dənə məsələ varsa, iki rəy varsa və mən də cumhur alimlərin rəyini söyləyirəmsə, bu niyə qorxaqlıq olur ki? Kimdir məni məcbur edən? Məni məcbur edəndə bu rəyə sən yanımda olmursan, onda sən də bu məlumatı sən deyirsənsə, bu məxfi bir məlumat, sən bunu haradan bilirsən? Sənin özün onda problemlisən. Əgər sən belə məxfi bir məlumatı bilirsənsə, sənin özündə problem var. Onun sənin özünü araşdırmalısan, sən kimsən, hara işləyirsən, nəticsən. Başa düşürsən, bu cahilliklərdən belə şeydir. Lakin işlərə düşəndə qeyib dövlətdən bütün lazımı da istifadə edirlər. Adi bütün imtiyazlardan istifadə edirlər. İstəyir pensiyası olsun, istəyir nə bilim, daha doğrusu o pandemiyada 190 manat pul verdi, hamısını istifadə edib götürdü. Vermədə də acıma gəlir. Haqqıma girdilər, vermədə. Qardaş, tağut deyirdin, nə deyirdin, nə oldu? Bütün imtiyazlardan istifadə edirsən. Yəni belə də, ona görə deyirlər ki, alimlər nə deyirlər ki, xabariçdən əsas dərdinə təkvidçiləri, dünyadır da, dünyaya görədir. Əsas məqsədləri, amallarına dünyaya hakim olmaqdır. Dünyanı əldə eləməkdir. Yoxsa onlarınki din deyil. Necə ki, bir zaman Həsən Əlbasın yanına gəlirlər. Deyir ki, sən niyə bizlə bərabər çıxmırsan da? Çox da bizlə bərabər çıx. Deyir ki, siz rahat şəkildə namaz qılmağa qoyulur, qoyurlar. Bayram namazları, cümə namazları, hamısı yerinə yetiririk. Oruc deyir, bəli. Həcc, ümrədir, rahat icazə verilir. Ondan nə istəyirsiniz? Onda sizin istədiyiniz dünyadır da. Yəni, sən rahat şəkildə bu ibadətləri, bu alimləri yerinə yetirə bilirsənsə, sənin artıq istəyin nədir, qardaş? Deməli, dünyadır, sənin dünyadır, axirət deyil. Ümumiyyətlə, onlar ən-əmansız neymətin qədrini. Vallahi bilmirlər. Onlar Azərbaycandan kənara çıxmayıblar. O, bəzi ölkələr var ki, onları ora göndərmək lazım. Mən deyəm ki, sürgün eləmək lazım. Gedib bir il yaşasınlar. Hətta bəzi SNG ölkələri var ki, bu saat orada vəziyyət acınacaqlıdır. Görürsən ki, müəyyən təzyiqlər vardır. Məsələn, hicabın qadağan olunması, saqqalın qadağan olunması, müəyyən yaşdan sonra həcc, ümrə ziyarətlərinin yerinə yetirilməsi, müəyyən yaşa qədər məscid daxil olmamaqları. Onları göndərmək lazım, deyərim ki, sürgün eləmək lazımdır, bir illik. Çox yox. Ged bir il orada yaşa, əhl-i beytinlə bərabər. Azərbaycanın qədrini biləcəksən. Bura qayda deyəcəksən ki, nə gözəl ölkədə yaşayıram, nə firavan, əminaman bir ölkədə yaşayıram.
Qədrini bilmir. Əlbəttə. Bu əmin-amanlığı, firavanlığı bizə verir, Allah həmd olsun. Və səbəblər də var. O səbəblərdən biri dövlətimiz, dövlət rəhbəridir, rəhbərliyi, Allah razı olsun. Şəraiti yaradıblar, Allah həmd olsun, rahat ümrə edirsən, həc edirsən, namazlara gedirsən, işləyirsən, sənin bir söz deyən yoxdur, saqqalı sağsan və s. İndi müəyyən çətinlik olacaq, sən qardaş, yəni cənnəti qazanmaq üçün müəyyən çətinliyə, məşəqqətə dözmək lazımdır, düzdürmü? Biz demirik hər şey %100 hər şey əladır, lakin ölkəmiz çox firavan ölkədir, çox əmin-aman bir ölkədir. Və Allah həmd olsun ki, dinivi yaşamaq üçün hər bir şərait var. Allah razı olsun, bu şərait yaradıblar. Biz əksin belə şeyə görəndə daha çox dua etməliyik ki, Allah sabit eləsin, Allah daha çox xeyri müvəffəq eləsin. Düzdürmü? Bunlar ki, ancaq narahatçılıq, etiraz, göndərəsən iki çətin ölkələrə, əmin-amansız olmayan ölkələrə, madəm belə cihad bilsən, ged orada cihad elə. Nəfsünlə cihad elə, çətinliklərə qarşı cihad elə. Demirsən belə, get görüm necə olacaq. Vallahi deyəcək ki, nə şükürlər olsun ki, elə mən Azərbaycan kimi ölkədə yaşayıram. Ülkədənlər görüb, deyib. Əlbəttə görüb, qardaş, o qədər olub gedib peşman olanlar, qayda bilməyənlər, eşidirik, xəbərimiz var. Çox şükür ki, bizim ölkə əmin-aman ölkədir. Allah Taala buranın əmin-amançılığını qorusun, sabit eləsin. Firavan bir ölkədə yaşayırıq, buna görə Allah həmd olsun. Və səbəbkarlardan deyir ki, Allah razı olsun, Allah sabit eləsin, Allah daha yaxşısını müvəffəq eləsin.